Mən hamıya təşəkkür edirəm, bağışlayın, əziyyət verdim sizlərə. Deməli, bizi bura çəkib gətirən bu torpaqdır. Torpaq nədir, nə qədər müqəddəsdir ki, onun uğrunda ölmək də olurmuş. Deyir, fərq etməz, canlıyıq ya cansız yarpaq. Sonumuz torpaqdır. Bu bizim qədər. Torpaq, qara torpaq. Nədir bu torpaq? Nədən biz bağlıyıq ona bu qədər? Torpaq bir millətin könül bağıdır. Torpaq kimliyimiz, ünvanımızdır. Torpaq əldən geçsə bu göz dağıdır. Torpaq ant yerimiz, imanımızdır. Dünyaya gələndə ev eşiyimiz, qurd kimi torpağa darışırıq biz. Dünyadan gedəndə gör beşiyimiz, torpaqda torpağa qarışırıq biz. Şəhid qanı ilə daimi yoğrulur. Torpaq şəhidlərin divanəsidir. Şəhidlər torpaqda yanır, qovrulur. Onlar da torpağın pərvanəsidir. Həvəslə torpağa verir canını. Tanrı Peyğəmbərə göndərir yoldaş. İçdikcə içərək şəhid qanını, torpaq vətən olur, şəhid vətəndaş. Torpaq cənnət məkan, şəhidlər mələk. Onların məzarı pirdir, ocaqdır. Şəhidlər torpağı qoruduğu tək, torpaq şəhidlərin qoruyacaqdır. Ey şəhid övladı, şəhid qardaşı, həsrətlə gözləyir vətənsizləri. Olun pənahların mərd silahdaşı, qoyarsın, çoxarsın mübarizləri. Vətən şəhid versə, vətəndaş mərddir. Şəhid şəhid üstə doğulacaqdır. Vətən şəhid olsa, bu fəlakətdir. Vətəndaş vətəndə boğulacaqdır. Bu günləri o şəhidlərin bir daha ruhu qarşısında baş əyib və deyirik, ruhunuz şad olsun. Sizi doğan anaların ləyaqəti, əzmikarlığı, dözümlülüyü qarşısında baş əyir, əllərinizi öpürük. Allahdan arzulayıram, bayaqları o qardaşımız dediyi kimi bir də bu müsibəti bizə göstərməsin və bu günləri bura hər kəs gəlibsə, onların da əziyyətini halal eləsin. Hamınıza minnətdaram. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun Seyran müəllim. Allah Teala böyüklərimizi, ziyalılarımızı heç vaxt elimizdən, obamızdan əskik eləməsin.